Health and illness, sağlamlıq və xəstəlik, English vocabulary in use, Unit 6, 6-cı dərs. A paraqrafına baxırıq. How are you today? Sən bugün necəsən? I am very well, thanks deyə bilərik. Mən bugün yaxşıyam, təşəkkür edirəm. I am fine, thanks, yaxşıyam, təşəkkür edirəm. I don't feel very well, mən özümü yaxşı hiss etmirəm. I must go home and rest. Mən evə getməliyəm və istirahət etməliyəm. I'll probably be okay tomorrow. Mən sabah ola bilsin yaxşı olacam. I feel ill. Mən xəstəyəm. Can you get a doctor please? Sən həkim çağıra bilərsənmi? Perhaps it's a serious problem. Ola bilsin ki bu ciddi problemdir. That fish was bad. Bu balıq pis idi. I think I am going to be sick. Mən düşünürəm ki mən xəstələnəcəm. I want to vomit. Mən qusmaq istəyirəm. B paraqrafına baxırıq. Everyday problems. Have you got an aspirin? Səndə aspirin varmı? I have got a headache. Mənim başım ağrıyır. Headache baş ağrısı deməkdir. I have got toothache. Mənim dişim ağrıyır. Toothache diş ağrısı deməkdir. I need to go to the dentist. Mən diş həkiminə getməliyəm. Dentist sözü diş həkimi mənasını verir. I am going to bed with a hot drink. Mən isti bir içki ilə yatağa getmək istəyirəm. I have got cold. Mənə soyuq dəyib. C paraqrafına baxırıq. Problems people have for many years. Uzun illər insanların yaşadığı problemlər, all their lives, bütün həyatı boyu. I get hay fever every summer from flowers and grass. Mənim hər yay güllərdən və otlardan allergiyam olur. Bu hay fever allergiya mənasını verir. I sneeze all day. Mən bütün günü askırıram. Sneeze sözü askırmaq mənasını verir. My little brother has asthma. Mənim kiçik qardaşımın asması var. Sometimes he can't breathe. Bəzən o nəfəs ala bilmir.